Hani işçilər? Müəllim əsəbləşməyin yeməyə gediblər. Deməmişəm mənim şirkətimdə yeyit olmasın. Müəllim elə yeməyə yox, həqiqətən abed eləməyə gediblər, abed mənasında. Abed ola, saat neçədir ki, bunlar indidən abedə gediblər? 12. 12? Bəli. Onda han 12 xəbərləri? Baş üstə, bu dəqiqə hazır verirəm müəllim. Saat 12 xəbərləri ilə qarşınızdayıq. Günün xəbər başlıqları. İşçilər yenə işə gecikdi. Murtuz hələ də ofisdə yatır. İşçilər maaş artımı tələb edəcəklər. Elə bu? Bəli. Nə danışsan, hə sən? İndi isə təfərrüatı ilə işə gecikmələr bitmir ki, bitmir. Alınan qeydlərə görə bütün işçilər iş saatından gec ofisdə olublar. Digər xəbərimiz HR-ımızla bağlıdır. Murtuz yenə də ofisdə xalatda tutuldu. Altdan kostyum geyinməsi isə görənlərin təəccübünə səbəb oldu. İndi isə günün əsas xəbəri. İşçilər maaş artımına görə etiraz eləməyə hazırlaşır. Bunun qarşısını almaq üçün bir tədbir görülməsə, hadisələr böyüyə bilər. Bu saat olan şirkət xəbərləri bu qədər. Növbəti xəbər başlıqlarında görüşənədək.